Paşinyan hakimiyyəti Putinə gözlənilməz bir cavab verdi. Bazarınız da, təşkilatınız da sizin olsun. Kremlin illərdir Ermənistanı təhdid etdiyi o məşhur bazarı bağlayarıq şantajı artıq tarixə qovuşdu. Bu sadəcə iqtisadi diversifikasiya deyil, bu Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarına vurulan ən böyük zərbədir. İxracın yeni ünvanları da bəllidir. Rusiya qara siyahıdadır. İqtisadiyyat naziri Gevorg Papoyanın açıqlaması Moskvada soyuq duş effekti yaradıb. Ermənistan artıq Rusiya bazarının əsiri deyil. Hökumət dəstəyi ilə yetişdirilən kənd təsərrüfatı məhsulları indi Rusiyaya deyil, Yunanistana, Ukraynaya, Gürcüstana və Qazaxstana axır. Ermənistan rəsmən elan edir. Bizim üçün Rusiya bazarı artıq çıxılmaz yol deyil. Paşinyanın son bəyanatı isə sanki birbaşa Kremlə göndərilmiş boşanma ərizəsidir. İrəvanın ardıcıl ikinci ildir ki, təşkilata üzvlük haqqını ödəməməsi sadəcə bir etiraz deyil, bu KMT'nin tabutuna vurulan son mıxdır. Baş nazir Paşinyanın sözləri isə daha cəsarətlidir. Bizi xaric etmək istəyirsiniz, buyurun qərarınızı verin, biz də sadəcə nəzərə alaq, başqa heç nə edə bilmərik. Ermənistanın bu soyuqqanlılığı və meydan oxuması regionda yeni bir dövrün başladığından xəbər verir. Paşinyan artıq Kremlin cəzalandırma mexanizmlərindən qorxmur. Əksinə, özü körpüləri yandırmağa başlayıb. Rusiya bu iqtisadi və hərbi ayrılığa daha nə qədər dözəcək? Yoxsa qarşıda bizi daha sərt bir qarşıdurma gözləyir?